Salam əziz şagirdlərim, bugün sifət bölməsinin izahı ilə davam edirik. Deməli, sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Suallar da necə, nə cür, hansıdır? Əlamət və keyfiyyət bildirmək sifətin ümumi qrammatik mənasıdır. İndi baxaq sifətin xüsusiyyətlərinə, hansılardır? İsim əşyanın adını, sifət isə dediyi əşyanın əlamətini bildirir. Maraqlı əsər, bax, maraqlı burada olur sifət, necə əsər? Maraqlı əsər. Əsər isə nə əsər? Olur isim. Aid olduğu əşya ilə birlikdə işlənəndə şəkilçi qəbul etmir. Böyük otaq, gümüşü maşın. Və əlamət dedikdə, bax, nə başa düşürük? Keyfiyyət deyəndə nə başa düşürük? Baxın, əlamət dedikdə əşyanın zahiri, onu necə görürsən, necə görürüksə, rəngi, eni, xarici görünüşü və s. başa düşəcəyik. Keyfiyyət deyəndə isə onun daxili xüsusiyyətləri nəzərdə tutulmuş olacaq. Yəni, onun xarakteri, dadı və s. nəzərdə tutacaq. Məsələn, biz deyək ki, yaşlı. Yaşlı sözünü deyəndə, bax, neyinirik? Gözümüzlə görürük də ki, baxırıq bir insana. Ona baxanda onun yaşlı və cavan olmasını deyə bilirik. Ona görə bu yaşlı olur əlamət. Çalışqan. Mən məsələn, Nəzrinin, Allahverdinin, bax, çalışqan olmasını necə bilə bilərəm? Onu tanısam. Yəni, onun keyfiyyətlərini bilsəm. Ona görə çalışqan keyfiyyətdir. Çünki burada nə var? Onu bilmək lazımdır, tanımaq lazımdır ki, mən o şagirdin necə çalışqan olub olmadığını bilim, tanımaq lazımdır. Bax, keyfiyyət budur, daxili xüsusiyyətlərdir. Yaxşı. Bəzi sifətlər işlənmə yerinə görə həm əlamət, həm də keyfiyyət bildirə bilər. Bax, bunu da işləndiyi yerə, məqama görə baxacağıq ki, necə olur. Gözəl qız. Bax, gözəl qız deyəndə biz görürük də, bu ki, gözümüzlə görürük ki, qız gözəldir. Əgər gözümüzlə gördüksə, bu olacaq əlamət. Amma gözəl xasiyyət. Bir insanın gözəl xasiyyəti olmağını bilməyimiz üçün biz gələk o insanı, məsələn, mən Nəzrini, Fatiməni tanıyım, bilim ki, onun həqiqətən də gözəl xasiyyəti var. Burada isə gözəl sözü olur keyfiyyət. Çünki burada artıq daxili xüsusiyyətlər ön plandadır. Sonra yaxşı geyim və yaxşı fikir. Bunlara baxaq. Yaxşı geyim deyəndə mən bir insana üzdən baxanda onun gözlə görürəm ki, yaxşı geyinib, pis geyinib. Ona görə burada yaxşı olur əlamət. Çünki burada zahiri xüsusiyyəti ön plandadır. Amma yaxşı fikir deyəndə isə artıq burada daxili bir xüsusiyyət ön planda olmuş olur. Ona görə burada da keyfiyyət kimi götürə biləcək. Yəni yaxşı burada keyfiyyət bildirdi. Amma yaxşı geyimdə isə əlamət bildirmiş oldu. Cümlədə təyin və ya ismi xəbər vəzifəsində işlənə bilir. Bax, nə oldu? Cümlədə təyin və ismi xəbər vəzifəsində işlənə bilir. O, yaxşı insandır. Yaxşı burada nə oldu? Təyin oldu. Bu kitab maraqlıdır. Necədir? Bax, burada da olmuş oldu ismi xəbər. İsmin xüsusiyyətlərini daşıdıqdan, yəni isimləşəndən sonra sifət tamamlıq da ola bilər, mübtəda da ola bilər. Məsələn, körpələr gülüşürdülər. Bax, körpə, təklikdə sual verəndə nədir? Necə körpə? Amma körpələr gülüşürdülər. Kim gülüşürdü? Bax, kim sualına cavab verdi? Burada deyəsiniz ki, müəllim, belə bir termin var, morfoloji sual, sintaktik sual. Bax, burada nümunə olaraq elə göstərə bilərik ki, körpələr sözünün, bax, m yazıram, morfoloji sualı hansıdır? Aşağıda da s yazıram, sintaktik sualı hansıdır? Morfoloji sualı olacaq necə? Bax, körpə, necə? Amma ki, bunun sintaktik sualı da nə olacaq? Kim? Körpələr. Yaxşı. Bu da belə. Cavanları çağırın. Kimi çağırın? Bax, cavanlar, neyniyib? Cəm və burada kimi çağırın, təsirli hal şəkilçisini qəbul eləmiş olur. Kimi çağırın. Burada da tamamlıq funksiyasında çıxış eləmiş oldu cavan sifəti. Deməli, ümumidə deyirik ki, sifət cümlə üzvü olaraq əsasən təyin və ismi xəbər vəzifəsində olur, amma isimləşəndən sonra tamamlıq və mübtəda kimi də işlənə bilər. Aid olduğu əşyadan ayrı işlənəndə əsasən ismin xüsusiyyətlərini daşımış olacaq. Yəni, isimləşəcək. Sifət əşyaya aid olub, onu müxtəlif cəhətdən izah edərək aydınlaşdırır. İndi gələk sifətin quruluş növlərinə. Bütün əsas nitq hissələri kimi sifət də bilirik, quruluş da 3 yerə bölünür. Sadə, düzəltmə və mürəkkəb olaraq. Tərkibində leksik, yəni söz düzəldici şəkilçi olmayan, yalnız kökdən və yaxud da kök və ya qrammatik şəkilçidən ibarət olan sifətlər quruluş da olur sadə. Məsələn, yaxşı, gözəl, cavanlar, tənbəl, qırmızı nə oldu? Sadə oldu. Bax, cavanlar burada cəm şəkilçisini qəbul eləsə də sadə sifət sayılmış olacaq. Çünki onlar orada qrammatik şəkilçidir, leksik deyil, yəni söz düzəldici deyil. Leksik şəkilçi vasitəsilə düzələn sifətləri isə düzəltmə sifətləri olmuş olacaq. Leksik şəkilçi nədir? Söz düzəldici şəkilçidir. Bu söz düzəldici şəkilçi vasitəsilə düzələn sifətlər oldu düzəltmə sifətlər. Düzəltmə sifətlərdə həm adlardan, həm də feillərdən düzələ bilir. İndi onların bir-bir xüsusiyyətlərinə baxacağıq. Adlardan sifət düzəldən şəkilçilərə baxaq. Birinci şəkilçimiz L şəkilçisidir. Məktəbli, kəsərli. Bax necə? L şəkilçisi bilirik ki, isimdə də var idi. Məsələn, məktəbli. Və mən orada da sizə demişdim, bunu necə müəyyən edək ki, bu sifətdir, yoxsa isimdir. Bax, bu L üstü 4 şəkilçisi ilə düzələn sözlərdə. Qabağına ən artıraq, bax, ən məktəbli deyə bilirik, yox. Deyə bilmədiksə məktəbli oldu isim.
Amma ən tərbiyəli, ən kəsərli deyə bildik? Bəli, deyə bildik. Ona görə tərbiyəli, kəsərli nə olmuş oldu? Sifət olmuş olacaq. İkinci şəkilçimiz sız şəkilçisidir. Bax, dadsız, susuz. Üçüncü şəkilçimiz cıl şəkilçisidir. Zarafatcıl, söhbətcil, ölümcül. 4, bax, daçı və çı şəkilçisi ilə bağlı məqamlar var. Bunu da nəzərimizə çatdıraq. Çı və daçı şəkilçiləri, bax, bu şəkilçilərlə düzələn sifətlər ancaq və ancaq hansı suala cavab vermiş olacaq? Ancaq və ancaq hansı suala cavab vermiş olacaq? Bir də qeyd olaraq deyilir ki, çı və daçı şəkilçili sifətlər ancaq adi dərəcədə olur, digər dərəcələr isə dəyişə bilmir qayda olaraq verilir. Amma bu da bəzən ola bilir ki, özünü göstərmir, yəni işlənə bilir. Hansısa bir dərəcədə, məsələn, çoxaltma dərəcəsində işlənə bilir. Daha sonra u üstü 4 şəkilçisi var. Armudu, gümüşü, qızılı. Burada u üstü 4 şəkilçisi əsasən əlamət bildirəcək, əlamət. Əsasən əlamət bildirəcək və əsasən milli sözlərimizə qoşulur. Lıq şəkilçisi aylıq, donluq, illik. Bax, bu şəkilçi bilirik ki, isimdə də var və bunu müəyyən eləmək üçün isim düzəldir, yoxsa sifət düzəldir. Demişdim ki, danla əvəz edirik. Məsələn, aylıq maaş. Aylıq maaş yazıram. Burada aydan maaş deyə bilirik? Yox, deyə bilmirik. Ona görə burada lıq nə düzəldib? Sifət düzəltmiş olacaq. Sonra çaq şəkilçisi, tuman çaq. İvi şəkilçisi, elmi, dairəvi. Bax, bu ivi şəkilçisi isə əsasən keyfiyyət bildirir. Və bu şəkilçi bəzən söz kökünü neyə bilir? Söz kökünü dəyişir və düzəltmə söz sayılmır bu zaman. Bu sözlər testdə düzəltmə cərgəsində düşüb sizi çaşdırırlar. Dünyəvi, kimyəvi, mənəvi, əşyəvi, lüğəvi sözləri sadədir, sadə. Düzəltmə deyil. Bunu da qeyd edin özünüz üçün. Sonra gəlir keş şəkilçisi, zəhmət keş, qayğı keş və s. Dar şəkilçisi, evdar, əməkdar. Bilirik ki, bu keş də darda isim düzəldən şəkilçidə də var idi. Azarkeş məsələn isim, hökmdar isim. Deməli bu şəkilçilər nədir? Amonim şəkilçilərdir. Xor, çayxor, müftəxor. Sonra gəlir pərəst, din pərəst, millət pərəst. Bir şəkilçisi var. Bir vəfa. Bunun sinonimi nə olacaq? Bax, sinonim şəkilçisi testlərdə düşür. Sinonim şəkilçisi sız. Bir vəfa, vəfa sız mənasındadır. Sonra naxoş, na şəkilçisi var, sifət düzəldən, naxoş. Sonra anormal. Bax, anormal sözünü köç və şəkilçiyə bəzən yanlış ayrılırlar. Və yaxud da ki, bilmirlər necə ayrılır. Yazın bura anormal. Baxın, bu A ön şəkilçidir. Norma sözün köküdür. L isə leksik şəkilçi olmuş olacaq. Baxın, anormal sözü kök və leksik şəkilçi formada, bax bu formada olur. Qeyd elədim. Leksik şəkilçi, kök və yenə də leksik şəkilçi formasında. Daha sonra su şəkilçisi gəlir. Yoxsul. Kar şəkilçisi. Bir də, bax, bəzi sözlər var, bunu da deyim, qeyd edeyim. Yoxlamaq sözü var, yoxlamaq. Bunu şagirdlər bəzən gedir kökünü yox olaraq götürür, yoxdan yoxlamaq formasında təhlil edir. Xeyr, bax, bu yanlış olacaq. Burada sözün kökü olmuş olacaq, yoxla. Yoxlanmaq formasına bax, yoxla sözün kökü olacaq. Bir də yoxuş sözü var, yoxuş. Bu sözdə yoxdan yoxuş gedir düzəldirlər. Xeyr, yoxdan yoxuş yaramır. Yoxuş sözü elə özü nədir? Sadə söz olmuş olacaq. Yoxuş sözü sadədir. Bunu da qeyd edirsiniz. Amma bir dənə də yoxluq sözü var, testlərdə qabağımıza çıxa bilən. Yoxdan yoxluq yaranır. Yoxdan yoxluq yaranır. Burada yox sözün köküdür. Luq isə leksik şəkilçisi olmuş olacaq. Bax, bunlara da diqqət edirsiniz. Sonra gəldik kar şəkilçisinə. Həvəskar, füsunkar. Sonra amiz şəkilçisi var. Hikmət amiz, ibrət amiz. Pərvər şəkilçisi var. Vətənpərvər, xəyalpərvər. Ba şəkilçisi var. Baməzə. Bax, bunu da elə bir l məzmununu bildirir də. Baməzə, məzəli formasında. La, laqeyd. Yəni qeydinə, qayğısına qalmayan deməkdir laqeyd. Sonra xa şəkilçisi var. Xeyir, xa formasında. Adlardan sifət düzəldən şəkilçilər bu qədər təhlil elədik. İndi keçək feildən sifət düzəldən şəkilçiləri təhlil eləyək. Ağan şəkilçisi, ağan əyən, güləyən, ağlağan, oynağan. Bax, burada nədir? Əyən, qan. Bunlar nədir? Leksik şəkilçilər olmuş olacaq. Baxın, burada yeri gəlmişkən deyim, bəzən bu ağan əyən şəkilçisi ilə sifət düzəldən an, ən şəkilçisin qarışdırırlar. Amma bax, yadınızda saxlayırsınız ki, feili sifəti və bu feildən sifət düzəldən şəkilçinin qarışdırmamaq üçün bir neçə məqam var. Bax, sözü birinci işlədiyin inkarda. Görün, hansı inkarda işlənir, hansı işlənmir. Əgər o inkarda işlənirsə, o nə olacaq? Məsələn, bir dənə yazım bura, sözləri yazım, üstündə işləyir. Məsələn, yazım ağlağan, ağlağan. Bir də yazım ki, ağlayan. Bax, burada deməli, ağlağan. Bax, burama artırsam, ağlamağan deyə bilirik? Yox. Amma ağlayan
ağlamayan. Bax, artıra bildik inkar şəkilçisini. Bəli, artıra bildik. Artıra bildiksə, deməli artıra bildiyimiz olur feili sifət, amma artıra bilmədiyimiz olur feildən düzələn sifət. Feildən düzələn sifət. Bunu da belə yadımızda saxlamış olar. Bir də ki, feildən düzələn sifət də yadınızda saxlayın ki, yəni bu uşaq daimi ağlayan uşaqdır da. Yəni nə edirsənsə elə, bu uşaq sakitləşdirmək olmur da, ağlağandır. Amma ağlayan uşaq deyəndə, yəni hal-hazırda ağlayan uşaq da, indiki zamanda ağlayan uşaq nəzərdə tutulur. Amma ağlağan artıq bu uşağın xasiyyətidir. Bu uşaq çox ağlayır da, bu onun xasiyyətidir artıq. Yaxşı, bu ikinci məqamda belə yadınızda saxlaya bilərsiniz. İndi keçək növbəti şəkilçimizə. Röngin, röngin şəkilçisi, gərgin, yorğun. Sonra ıq şəkilçisi var. Açmaqdan açıq, əzməkdən əziş, uçmaqdan uçuq, böyüməkdən böyük. Bax, yadınızda saxlayın. Böyüməkdən böyük yaranır, amma kiçik sözü nədir? Kiçik sözü sadədir. Kiçik sözü sadədir. Qeydlərimizi götürün mən dedikcədə. Inc və c şəkilçisi var. Qorxmaqdan qorxunc yaranır, gülməkdən gülünc yaranır, iyrənməkdən iyrənc yaranır. Bax, bu c şəkilçisi harda da var? Sevinməkdən, məsələn, sevinc yaranır. Bu da isimdir. Deməli, amonim şəkilçisidir. Daha sonra caq şəkilçisi. Utancaq. Sonra ma şəkilçisi var. Bu caq şəkilçisi isimdə də var idi. Məsələn, yerləncək. Bu da olur isim. Amonim şəkilçisidir. Ma şəkilçisi burma, çatma. Bax, bu həm də ma şəkilçisi nə gördük? Sifət yaratdı. Həm də vurma. Bax, vurma əməlindən həm də isim yaratmış olur. Həm də bilirik ki, bu ma şəkilçisi nədir? Feilin inkar şəkilçisidir. Feilin inkar şəkilçisidir. Bax, bunları da yadınızda saxlayarsınız. Sonra əri şəkilçisi var. Köçdən köçəri yaranmış olur. Bax, ötdən qeyd edin bunu, ötəri sözündə. Ötdən ötəri yaranır. Amma içəri sözü sadədir. Ötdən ötəri yaranır, içəri sözü isə sadə olmuş olacaq. Sonra qan şəkilçisi var. Bax, dalamaqdan dalaşmaq, dalaşmaqdan da dalaşqan formasında, çalışmaqdan çalışqan yaranır. Sonra qın şəkilçisi var. Bir də bu qan şəkilçisi dedi, dalaşmaq, çalışqan. Bax, çaldan çalış olmur, çalışmaqdan çalışqan yaranır. Bunu da yadınızda saxlayarsınız. Qınçin, quncun şəkilçisi, satmaqdan satqın, kəsməkdən kəskin yaranır. Bu qın şəkilçisi həm də isim də düzəldə bilər. Məsələn, daşqın, daşmaqdan daşqın ismin yaratmış olur, amonim şəkilçisidir. Cıl şəkilçisi, ıcı şəkilçisi var. Öldürücü, qızdırıcı formasında, qırıcı, kəsici. Bax, bunlar da nə düzəldir? Sifət düzəltmiş olacaq. Bu şəkilçi bilirik ki, isimdə də var idi, keçmişdi. Məsələn, satıcı sözündə. Satmaqdan satıcı yaranır, satıcı isimdir. Deməli, ıcı da nə oldu? Amonim şəkilçisi olmuş oldu. Sonra gəldik ar şəkilçisinə. Oxşamaqdan oxşar yaranır, sonra axmaqdan axar, qaynamaqdan qaynar, gülməkdən gülər yaranır. Burada da sifət düzəltdi. Amma bilirik ki, həm də var idi bizim açar ismimiz, açmaqdan açar yaranır. Burada da isim də düzəltmiş oldu. Deməli, ar da amonim şəkilçi sayıldı. Aq şəkilçisinə baxaq. Qorxmaqdan qorxaq, çökməkdən çökək, ürkməkdən ürkək formasında. Sonra, məsələn, gən şəkilçimiz də var. Deməkdən deyingən, sonra qudurğan. Bunlar da nə olacaq? Feildən sifət düzəldən şəkilçilər olacaq. Bir də maz şəkilçimiz var. Qanmaz, dinməz formasında. Baxmaz, qanmaz, dinməz formasında nə olacaq? Bizim feildən sifət düzəldən şəkilçimiz var. Biz bunu yerinə görə bax, qanmazı yazın bir də. O deyir qanar, qanmaz. Qan sözün kökü mu burada nə olacaq? İnkar şəkilçisi. Az da burada olacaq zaman şəkilçisi. Bax, bu formada olanda olur feil. Bax, bu formada təhlil eləsək bunu qanmaz sözünü olur feil. Amma qanmaz bu formada təhlil eləsək feildən sifət düzəldən leksik şəkilçisi olmuş olacaq. Bax, yerinə görə diqqət eləyərsiniz, təhlilinə görə diqqət eləyərsiniz. Əgər bizdə qanmaz sözünün feil kimi soruşsa, bax, qan sözün kökü mu burada inkarlıq şəkilçisidir, az da zaman şəkilçisidir. Bu formada təhlil eləyəcək. Əgər bizdən qanmaz sifətin soruşsa, qan sözün kökü mazda leksik şəkilçisidir, bu formada təhlil eləyəcək. Deməli belə, adlardan sifət düzəldən şəkilçilər təhlil elədik və feildən sifət düzəldən şəkilçilər də təhlil elədik. Bir də bu məqamı yadınızda saxlayın ki, adlardan sifət düzəldən şəkilçilərdən sız şəkilçisi ilə bağlı bir qaydanı deyəcəm. Testdə hansısa testlər var idi, bəzən bizdən soruşa bilir ki, o hansı şəkilçidir ki, mənfi mənalı sözlərə qoşulub, müsbət məzmun ifadə eləmiş olacaq. Bu bizim adlardan sifət düzəldən sız şəkilçimiz olacaq. Bu sız şəkilçisini, bax, mənfi mənalı sözə qoşub biz müsbət mənalı, müsbət məzmun ifadə eləmiş söz yarada biləcəyik. Baxaq necə olur bu.
Məsələn, bax, bəla sözü bilirik ki, mənfi bir məzmunlu sözdür. Amma biz ona sız şəkilçisini artırdıq, oldu bəlasız. Müsbət bir məzmun ifadə eləmiş, söz yaranmış oldu. Məsələn, xəstə, mənfi bax, mənalı sözdür. Amma xəstəsizliksə, məsələn, bu olacaq artıq müsbət məzmun ifadə eləmiş söz. Bu da belə. İndi keçək mürəkkəb sözlərə. Mürəkkəb sözlər bilirik ki, ən azı iki sözün birləşməsindən əmələ gəlib, bir anlayış ifadə edir. Baxın, mürəkkəb sifətlər bitişi yazılır, bir də ki, defslə yazılır. Ayrı yazılan mürəkkəb sifət yoxdur. Ayrı yazılan mürəkkəb isim yoxdur. Bunu da qeyd edin özünüz üçün. İndi bitişi yazılanlara baxaq. İki sadə sözün birləşməsi ilə yarananlar. Bax, qara qaş, şirin dil, hazır cavab və s. İki düzəltmə sifətin birləşməsi ilə yarananlar. Sınıq qəbli, açıq ürəkli, soyuqqanlı və s. Biri sadə, biri düzəltmə sözün birləşməsi ilə yarananlar. Söz düzəldici, qara dinməz, istiqanlı və s. Daha sonra mənsubiyyət şəkilçili sözün iştirakı ilə stol üstü, rayonlar arası, baxın, işarə edirəm. Bunlar nədir? I buradan. Hamısı mənsubiyyət şəkilçisidir. Bayram qabağı, orada I mənsubiyyət şəkilçisidir. A, ba bitişdiricilərinin köməyi ilə yarananlar. Cürbəcür, növbənöv, rəng-bərəng, rəngarəng sözlər nədir? Bax, sifətdir, zərfdir. Cürbəcür, növbənöv, rəng-bərəng, rəngarəng sözləri sifətdir, bitişi yazan sifət. Burada eyni yazılacaq, eyni yazılmalı. Eyni sözlərin təkrarı ilə acı-acı, sərin-sərin və s. Bu tipli sifətlərdən sonra gələn isimlər, bax, əsasən cəmdə olur. Hündür-hündür binalar, yaşıl-yaşıl ağaclar. Biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləşməsi ilə xırda-mırda, qarma-qarışıq və s. Və yaxın və ya əksmənalı düzəltmə sifətlərin birləşməsi ilə evli, eşikli, ağlı, qaralı, acılı, şirinli formasında. Qeyri sözü və sifətin birləşməsi ilə, bax, qeyri-müəyyən, qeyri-insani, qeyri-səmimi və s. Sonra gəlir bizim qeydlərimiz. Bu qeydləri sizə bayaqları dedim. Yenə də oxuyum. O üstü 4 bax şəkilçisi milli mənşəli sözlərə qoşularaq sifət əmələ gətirir. İvi şəkilçisi isə alınma mənşəli sözlərə qoşularaq sifət əmələ gətirmiş olur. Məsələn, qızılı üzük və elmi iş. Burada nə olacaq? Birinci nümunədəki, yəni qızılı üzük nümunəsindəki sifətimiz olacaq milli, amma elmi iş nümunəmizdə isə olacaq elmi sözünə alınma. Qeyd 2-də deyir ki, ağan əyən şəkilçi sifətlə ən şəkilçi fe'li sifəti qarışdırmamaq üçün həmin sözü inkarda işlətmək lazımdır. Sifət inkar şəkilçisi qəbul etmir. Fe'li sifət isə inkar şəkilçisini qəbul edir. Məsələn, ağlayan, ağlamayan qəbul elədi. Deməli, fe'li sifətdir. Ağlağan, ağlamağan. Bax, qəbul eləmədi. Deməli, nədir? Fe'ldən düzələn sifətdir. Qeyd üstə deyir ki, ç və daşı şəkilçili sifətlər ancaq adi dərəcədə olur. Digər dərəcələr üzrə dəyişə bilmir. Amma əsasən dəyişə bilmir. Yerinə görə bəzən bu dəyişə bilir. Yaxşı. Bu da belə. Bax, burada nə dedi? Daşı və ç şəkilçili sifətlər ancaq adi dərəcədə olur. Digər dərəcələr üzrə dəyişə bilmir. Qayda olaraq belə demiş. Amma məsələn, deyə bilmirik, lap evdəki. Lap evdəki deyə bilmirik. Tamam. Amma ki, məsələn, irəlidəki. Sonra yaxındakı məsələn. Qeyd edin bunları. Uzaqdakı. Bax, bunların qabağına isə biz nə edirik? Ən irəlidəki deyə bilirik. Ən yaxındakı. Ən uzaqdakı deyə bilirik. Bəli, deyə bilirik. Ona görə nədir? İrəlidəki, yaxındakı, uzaqdakı sözünü dərəcəyə görə dəyişə bilirik. Bax, bununla bağlı bir sual buraxılışa düşmüşdü. Deyirdi ki, hansı sözlər çoxaltma dərəcəsində işlənə bilməyən sifətlərdir? Nümunə olaraq verilmişdi ki, bizə evdəki, irəlidəki, dünənki, aydın, yaxşı, bax, çoxaltma dərəcəsində işlənə bilməyən deyirdi. Orada da biz götürəcəyik evdəki və dünənki sözlərin. Bax, ən evdəki, ən dünənki deyə bilmirik. Amma irəlidəkini orada götürməmişdilər. Ən irəlidəki deyə bilirik çünki. Yaxşı, orada da götürmüşlər evdəki və dünənki sözlərin. Çünki çoxaltma dərəcəsinə görə dəyişmir. Dəyişməyən sözlər olardı. Amma ki, irəlidəki, aydın, yaxşı sözlərini götürmüşdülər. Orada çoxaltma dərəcəsinə görə dəyişə bilir. Baxın, irəlidəki sözü orada da var idi. Ona görə bu hissəyə, bax, bu qeydləri götürün, bu hissəni yaxşıca öyrənərsiniz. Dediyim qeydləri də götürün. Sonra gəlirik sifətin müqayisə dərəcəsinə. Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir. Əşyanın əlaməti 3 dərəcədə ola bilər. Normada, normadan az və normadan çox. Bu xüsusiyyətinə görə sifətin dərəcələri 3 qrupa bölünür. Adi, azaltma və çoxaltma. Bəzi sifətlər dərəcəyə görə dəyişə bilmir. Məsələn, evdəki, dünənki, bunu bayaqda dedik. Adi dərəcə haqqında 3 dənə bax. Qeydimiz var, bunu öyrənirik. Əlamət və keyfiyyətin adi halda normada olduğunu bildirir. Yaşıl, şirin, acı. Heç bir morfoloji əlaməti yoxdur. Digər dərəcələrin əlamətini qəbul etməyən sifətlər adi dərəcədə olmuş olur.
Adi dərəcə başqa dərəcələri üçün ölçü, meyar rolunu oynayır. İndi keçək azaltma dərəcəsinə. Əlamət və ya keyfiyyətin adi haldan, normadan az olduğunu bildirir. Məsələn, uzun sov, qırmızı təhər və s. Azaltma dərəcəsi həm morfoloji, həm də sintaktik yolla yaranmış olur. Morfoloji üsula baxaq. Bu üsulla azaltma dərəcəsini əmələ gətirmək üçün şəkilçilərdən istifadə edəcəyik. Sintaktik üsul əmələ gətirmək üçün isə sözlərdən istifadə edəcəyik. Morfoloji üsul üçün bax azaltma dərəcəsinə aid şəkilçilər ımtıl, ımtıraq, ımsov, sov, şın, raqrəç, yanız bu şəkilçilərdir. Bunları öyrənirik. Bax, sarımtıl, qırmızımtıl, qırmızımtıraq, göyümsov, ağımsov, buzunsov, dəlisov, sarışın, qaraşın, qarayanız, sarıyanız bunlar hamısı yaxşıraq, gödərək. Bunlar hamısı nədir? Azaltma dərəcəsindədir və morfoloji üsulla yaranmış olacaq. İndi bura bizə gətirir sıraya, yazır ki, sarı bəniz. Siz də gedib qaçıb götürürsünüz bunu azaltma dərəcəsində. Bax, xeyr, yanlış olacaq. Bu nəyə görə? Çünki bəniz üz deməkdir, üz. Və bu adi dərəcədə olan mürəkkəb sifətdir. Adi dərəcədədir. Həm də olacaq mürəkkəb sifət. Bu azaltma dərəcəsində deyil. Yadınızda saxlayın. Sarı yanız isə sarı yanız. Bu da sadə götürülür hələ ki, sadə. İndi sintaktik üsulla yarananlara baxaq. Bu üsulla azaltma dərəcəsini əmələ gətirmək üçün sözlərdən istifadə olunur dedik. Ala, ala yarımçıq bax defisdən yazıldı. Açıq, açıq sarı defisdən yazıldı. Təhər, sarı təhər gördüyümüz kimi bitişik yazıldı. Kəm şirin gördüyü bu da necə yazılır? Bitişik yazılır. Az şirin, az isə ayrı yazılmış olacaq. Bax, az şirin yadınızda saxlayın. Söz birləşməsidir, söz birləşməsi. Amma yerdə qalanlar mürəkkəb söz olmuş olacaq. Bu da belə, bax, hamısı mürəkkəb söz. Açıq sarı, açıq qırmızı, sarı təhər, yaşıl təhər, kəm şirin, kəm tuş, hamısı nə götürülür? Mürəkkəb söz götürülür. Amma az şirin isə söz birləşməsi götürülmüş olacaq. İndi gətirir bunun sırasına yazır kəm hövsələ. Sonra yazır kəm kəsir. Qaçıb bunları gedib tez azaltma dərəcəsi götürməyək. Çünki kəm hövsələ sözündə hövsələ nədir? İsimdir. Hövsələ isimsə bu kəm hövsələ sözü nə olacaq? Mürəkkəb sifət olacaq, adi dərəcədə olacaq. Kəm kəsir sözü isə isimdir. Bunların hər birini özünüz üçün qeyd edin. Testlərdə qabağınıza çıxacaq. Kəm kəsir sözü isimdir. Deydi ki, təhər və kəm bitişik yazılır, ala açıq defislə yazılır, az isə ayrı yazılmış olacaq. İndi gələk çoxaltma dərəcəsinə. Da çoxaltma dərəcəsinə gəlməmişdən əvvəl bir dənə burada yer düzəldim. Qeydləri birləşdirim. Onu siz elə bu formada qeyd edin özünüz üçün. Bax, azaltma dərəcəsi ilə bağlı sarı bəniz, sarı yanız, bir də sarı təhər. Baxın, sarı bəniz olmuş olacaq mürəkkəb, sifət və adi dərəcədədir. Adi. Sarı yanız olacaq sadə və olacaq azaltma dərəcəsində. Sarı təhər, bu da olacaq mürəkkəb sifət, olacaq azaltma dərəcəsində. Bunu da qeyd edərsiniz özünüz üçün. Sarı bəniz deməli mürəkkəb sifətdir, adi dərəcədədir. Sarı yanız sadədir, azaltma dərəcəsindədir. Sarı təhər isə mürəkkəb sifətdir, azaltma dərəcəsində olmuş olacaq. İndi bunu sileyim. Digər sözləri yazın. Kəm kəsir. Sonra kəm şirinli. Kəm tuş. Kəm savad. Kəm hövsələ. Altıda kəmağı. Kəmağı. Bax, burada olacaq kəm kəsir və kəm şirinli isim. Bunların ümumilikdə hər biri olacaq mürəkkəb söz. Kəm kəsirlə kəm şirinli olacaq isim. Kəm tuş, kəm savad, kəm hövsələ, kəm ağıl olacaq nitq hissəsi olaraq sifət. Daha sonra kəm tuş bilirik ki, olacaq azaltma dərəcəsində. Amma kəm savad, bax, kəm hövsələ, kəm ağıl isə olacaq nə? Adi dərəcədə. Adi dərəcədə. Bunları da qeyd edirsiniz özünüz üçün. İndi davam edirik. Çoxaltma dərəcəsi ilə. Çoxaltma dərəcəsi nə olacaq? Bax, qaydası nədir? Əlamət və keyfiyyətin adi haldan, normadan çox olduğunu bildirir. Sapsarı, zilqara və s. Çoxaltma dərəcəsi həm morfoloji, həm də sintaktik yolla əmələ gəlir. Morfoloji üsulla əmələ gələndə, bax, adi dərəcədə olan sifətin sonuna ca ədatını artırırıq, körpəcə, xırdaca. Bax, burada nə olacaq? Körpə sifətinə ca ədatını artırmış olduq, xırda sifətinə ca ədatını artırmış olduq. Körpəcə sözü nə olmuş olacaq? Sadə olmuş olacaq. Bunu da yadınızda saxlayarsınız.
Daha sonra davam edək. Bir də bilirik ki, morfoloji üsulun qaydasında bir dənə də qeydimiz var ki, sifətin ilk ecasının son samitinin, bax, MPR-sı samitlərindən biri ilə əvəz olunması və sifətin təkrar ona qoşulması ilə tərtəmiz, dümdüz, sapsarı əmələ gəlmiş olur. Bambalaca və s. Bax, burada baxacaq sadə düzəltmə mürəkkəb olduğunu bilmək üçün əsas sözümüz burada nədir? Sarı. Burada nədir? Düz. Burada nədir? Təmiz. Deməli, burada olur nə? Sadə olmuş olacaq. Amma mən desəm ki, məsələn, sağlam. Burada sağlam necə olacaq? Düzəltmə. Deməli, sağlam sözü çoxaltma dərəcəsindədir və nədir? Düzəltmədir. Bunu da qeyd edirsiniz. Sağlam sözü nə olmuş oldu? Düzəltmə olmuş oldu. Bax, MPR-sı ilə bağlı sözləri düzəldəndə əsas sözə baxırıq. Əsas söz sadədirsə, deyirik bu söz sadədir. Əsas söz düzəltmədirsə, deyirik ki, düzəltmədir. Bir də ağ sifətinə çoxaltma dərəcəsini düzəltmək üçün appaq ünsüründən istifadə olunur. Appağı artırırıq. Məsələn, ağ, appaq, qar məsələn. Sintaktik üsula gələk. Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, çox, daha olduqca ədatlarından biri düm hissəciyi və zil tünd sözləri artırılmış olur. Ən gözəl, lap yaxşı, tünd göy, dümağ. Nə gördük? Ən, lap, çox, daha olduqca ədatlar ayrı yazılacaq. Düm bitişi yazacaq, zil ayrı yazacaq, tünd isə defisdə yazılmış olacaq. İndi gələk qeydlərimizə. Büsbütün, bumbuz, balaca sözləri çoxaltma dərəcəsində deyil. Büsbütün sözü zərf olacaq. Bumbuz sözü bütövlükdə sifət olmuş olacaq. Amma adi dərəcədə olmuş olacaq. Çünki nədir? Bu sözü isimdir. Dümdüz və dimdik sifətləri çoxaltma dərəcəsindədir. Dümdüz və dimdik. Burada düz və dik sifətlərinə m samitinin artırılması yolu ilə, bax, morfoloji yolla düzəlmiş olur. Morfoloji yolla. Dümdüz və dimdik sözlər çoxaltma dərəcəsindədir. Düz və dik sifətlərinə m samitinin artırılması yolu ilə, yəni morfoloji yolla düzəlmiş olur. Dümağ çoxaltma dərəcəsindədir və ağ sifətinə artıq düm hissəciyin artırılması yolu ilə yaranmış olur. Açıq çay, tünd çay, bax, bunlar dərəcə əlaməti gətirmir. Deyirsiniz, niyə? Çünki açıq çay, tünd çay birinci növ tənli söz birləşməsi sayılır. Açıq və tünd sözləri yalnız sifətə qoşulanda dərəcə əlaməti əmələ gətirmiş olur. Burada nəyə qoşulub? Tünd, açıq sözləri isimə qoşulmuş olub. Ona görə burada dərəcə əlaməti əmələ gətirmir. Kəm savad, kəm ağıl, kəm övsələ, kəm fürsət, ağ bəniz, qara bəniz, bir təhər, tünd xasiyyət, açıq qəlbi kimi sözlər sadəcə mürəkkəb sifətlərdir və adi dərəcədədir. Bunları da əzbərləyib, öyrənib yadınızda saxlayarsınız. Açıq, aydın və açıq aşkar sözləri azaltma dərəcəsində deyil, adi dərəcədə olmuş olacaq. Bax, yəni burada az aydın, az aşkar demək olmur. Ona görə bu nədir? Adi dərəcədə olmuş olacaq. Yaxşı, deyirsiniz ki, müəllim necə dedik? Açıq sözü defislə yazılır. Sifətə qoşulanda dedik, olur ki, bu nə olacaq? Təbii ki, azaltma dərəcəsini yaratmış olacaq. Deyirsiniz, bəs necə oldu ki, açıq, bax, defislə yazıldı, necə oldu ki, bu adi dərəcədə oldu. Burada bax, nə demişdik? Qaydada demişdik ki, normadan az olduğunu bildirməlidir. Açıq aydın deyəndə az aydın, açıq aşkar deyəndə az aşkar demək olmur da. Ona görə burada nə olmuş olur? Açıq aşkar və açıq aydın sözləri adi dərəcədə olmuş olacaq. Ala, bula, alagöz sözləri də adi dərəcədə olan sifətlərdir. Bax, bunu da qeyd olaraq yazırsınız ki, əgər sifətdə məzmunla dərəcə əlaməti, dərəcə göstəricisi uyğun olmursa, həmin sifət adi dərəcədə olacaq. Bax, bir də deyirəm, qeyd edin. Əgər sifətdə məzmunla dərəcə göstəricisi uyğun olmursa, həmin sifət adi dərəcədə olacaq. İndi gəlirik sifətin ismin xüsusiyyətlərini daşımasına, yəni isimləşməsinə. Sifət bəzən cümlədə aid olduğu ismini itirəndə ismin rolunda çıxış edir və bu zaman sifət özünə məxsus xüsusiyyətlərini itirərək isimləşir, ancaq morfoloji baxımdan yenə sifət olaraq qalır. Hansı xüsusiyyətləri itirir? Bax, əlamət və keyfiyyət bildirməyi, sifətin suallarına cavab verməyi, təyin ola bilməyi, isimdən əvvəl gəlmək xüsusiyyətini itirmiş olur. Bu da ən vacib şərtlərdən biridir. Sifət isimləşərkən dərəcə çalarını saxlaya bilir. Bax, bu da yadımızda saxlayır. Dərəcə çalarını saxlaya bilir. Sifət isimləşdikdən sonra da bax, nə ola bilər? Həm isimləşəndə, həm isimləşməyəndə, bax, fosforluyuram bunları qeyd edirsiniz, yadınızda saxlayırsınız. Həm isimləşəndə, həm də isimləşməyəndə xəbər ola bilir. Bu zaman xəbərin sualına diqqət etməliyik. Əgər ismin sualına cavab verirsə, deyəcək ki, isimləşib. Yox, elə sifətin sualına cavab verirsə, onda deyəcək ki, məsələn, nümunələrlə də bunu göstərək bir dəqiqə var. Nicat ağıllıdır, necədir? Bax, burada nədir? Sifətin sualına cavab verdi, deməli isimləşməyən sifətdir. Bizi xilas edən o igiddir. Bax, kimdir? O igiddir. Burada artıq isimləşmiş olacaq. İndi baxaq görək, bəs bu sifət isimləşərkən qazandığı xüsusiyyətlər nələrdir? Ad bildirilmir, kim nə sualına cavab verir, cümlədə mübtəda və tamamlıq olur, hallanır, cəmlənir, mənsubiyyətə görə dəyişir, isimsiz işlənir və s. İndi bax, mənsubiyyətə görə dəyişir. Amma bəzən ola bilər ki, bu mənsubiyyətə görə dəyişir deyir ha. Məsələn, evimizdəki. Bax, bu da sifətdir də evimizdəki. Amma bu isimləşməyib, yadınızda saxlayın. İsimləşməyib, evimizdəki isimləşməyib. Nəyə görə? Çünki bax, bu mənsubiyyət şəkilçi qəbul eləsə də isimləşməyib.
4 dənə şəkilçimiz var idi. Bilirik ki, onlar özündən əvvəl qrammatik şəkilçi qəbul edə bilərdi. Daçı da o şəkilçilərdən biridir. Daçı, çı, sız və gir şəkilçiləri idi. Bu 4 şəkilçidən əvvəl qrammatik şəkilçi də işlənə bilirdi. İndi burada evimizdəki sözü mənsubiyyət şəkilçisi qəbul eləsə də isimləşməyib. Qeyd olaraq götürün. Daha sonra məsələn deyə bilərik ki, evimizdəki hadisə, hansısa hadisə, evimizdəki hadisə və yaxud da ki, məsələn sevimlisi məsələn Nəzrin. Sevimlisi Nəzrin. Hansı Nəzrin? Burada da bax, mənsubiyyət şəkilçisi olsa da, sevməkdən sevimli, sevimlisi. Bax, burada si nədir? Si mənsubiyyət şəkilçisidir və isimləş. Bax, bu sevimlisi sözü mənsubiyyət şəkilçisi qəbul eləsə də isimləşmir. Evimizdəki sözü kimi. Daha sonra bir-iki qeydimiz qalıb. Onu da deyirəm, videonu yekunlaşdırıram. Bir də var ortaq sözlər. Biri var ki, yaxşı insan, biri də var ki, yaxşı oxumaq. Bax, yaxşı insan isminə aid oldu deyə burada olacaq sifət. Burada yaxşı oxumaq feilə aid oldu deyə olacaq, zərf olmuş olacaq. Bax, burada nəyə görə buna ortaq söz deyəcəyik? Çünki burada yəni yaxşı öz xüsusiyyətini qoruyub saxlayıb da hər ikisində yaxşı insan və yaxşı oxumaq nəzərdə tutulur. Yaxşı sözü öz mənasının hər ikisində də eyni mənada işlənmiş olur. Ona görə burada ortaq söz sayılacaq. Yaxşı. İndi bir də son qeydimizi yazıram və videonu bitirirəm. Tünd çay, tünd çay. Sonra yazıram tünd qırmızı. Buradan yazım. Açıq çay, bir də açıq sarı. Bax, açıq çay, açıq çay. Burada defis yoxdur hala, bəs defisi burasını sileyim. Açıq çay. Açıq çay olur, nə? Söz birləşməsi. S-B yazıram, söz birləşməsi. Amma açıq sarı olacaq. Sifət azaltma dərəcəsində. Azaltma dərəcəsində olan sifət olmuş olacaq. Sonra tünd çay olacaq, S-B yazıram, söz birləşməsi. Tünd qırmızı isə olacaq. Çoxaltma dərəcəsində olan sifət. Bunları da birləşdirdim ki, qarışdırmayasınız. Sifət mövzusunun izahı bu qədər. Sağ olun.